Həftəmizin cümə günüdür. Bugün aprelin 25-idir. Sabahınız xeyirli olsun. Sizinlə mənəm Samirə və sağlam təhsildəsiz dostlar. Bu adi bir veriliş deyil. Bu təhsilin macəra dolu bir dünyasıdır. Hardasa bu kitabların arasında gizlənmiş sirlər açılır burada. Qaranlıqda qalan mövzulara aydınlıq gətiririk. Əslində bəzən tez-tez danışmaq istədiyimiz mövzulara belə deyək, mövzulara keçid eləyəndə nədənsə ehtiyat eləyirik. Birdən kimdəsə başqa bir fikirlər yaranar. Kimsə həqiqətən məsələn sağlam qidalanmadan bugün danışacağıq. Ola bilər o insanlar var ki, indi sizin aranızda əziz dinləyicilərimiz, məsələn, sağlam qidalanmaya əslində keçid etmək istəyirlər. Sadəcə onlarda bir iradə çatışmır. İndi mən birazdan öyrənəcəm bunu qonağımızdan görə nə lazımdır sağlam qidalanmağa başlamaq üçün. İki qonağımız var studiyamızda. Bugün qeyd etdiyimiz kimi iki mövzuya toxunacağıq. Sağlam qidalanma, bir də mediasiya ilə bağlı danışacağıq. Nədir mediasiya? Mediasiyada mediator həmişə haqlı mı olur? Buna toxunacağıq. Mediasiya sadəcə ailə münasibətlərini həll eləyir, bu işə baxır, yoxsa necə? İki qonaq demişkən, gəlin elə tanış eləyim. Mediasiya Şurasının üzvü, 19 sayılı mediasiya təşkilatının direktoru, ixtisasca hüquqşünas əlbəttə ki və mediator Mehri Rızayeva. Sabahınız xeyirli olsun Mehri xanım. Sabahınız xeyir Samirə xanım. Mən də sizi və dinləyicilərimizi salamlayıram. Təşəkkür edirik və bugün qida təhlükəsizliyi hərəkatının rəhbəri, həm də Azərbaycanın deyərdim ki, ilk sağlam qidalanma mütəxəssisi Məhsəti xanım Hüseynova da bizimlə bərabərdir. Nə xoş ki, sizi də gördük. Məhsəti xanım, xoş gəlmisiniz. Salam, xoş gördük. Bu sözün altından xətt çəkəcəm. Azərbaycanın ilk sağlam qidalanma mütəxəssisi. Sizi yaxından tanımaq istəyirik. Başlayaq sizdən Mehri xanım. Mehri xanım kimdir? Təşəkkür edirəm. Mən qeyd etdiyiniz kimi Mediasiya Şurasının üzvüyəm. Eyni zamanda da 19 sayılı Mediasiya təşkilatının direktoruyam və hüquqşünas mediatoram. Neçə ildir bu sahədəsiz? Artıq hüquqşünas olaraq 15 ildən artıq təcrübəyə malikəm. Mediator olaraq artıq 2-ci ildir ki, bu sahədəyəm və vətəndaşlarımıza yüksək səviyyədə xidmətlər göstərməyə, onların mübahisələrini doğru düzgün şəkildə həll etmələrinə kömək etməyə çalışıram. Əla. Siz Məhsəti xanım artıq neçə ildir bu sahədəsiz? Mən də demək olar ki, artıq 10 ildən artıqdır ki, qida təhlükəsizliyi hərəkatını quraraq rəsmi şəkildə bu sahədə fəaliyyət göstərirəm. Amma Azərbaycanın ilk sağlam qidalanma mütəxəssisi olaraq isə 2008-ci ildən fəaliyyət göstərirəm ki, burada da bunun önəmini altından xətt çəkdiyiniz məqamı da mən də bir qeyd etmək istəyərəm. Buyurun. Ümumiyyətlə, bir çox müsahibələrimdə də bunu qeyd edirəm. Mən 6 təhsil almışam, 7-cidə də oxuyuram. Aferin. Burada əsas necə ki, sağlam təhsildən danışırıq. Bütün işlərdə təhsil önəmlidir. Çox fərqli bir sahədə çalışırdım. Qanunvericilik sahəsində və dilləri də peşəkar şəkildə yiyələnmişdim, həm fərqlənməklə bitirmişdim. Ancaq ana olduqdan sonra düşünürdüm ki, hər kəs qidalanmanın necə olduğunu, sağlam qidalanmanın nə olduğunu bilir və bu sadəcə bir seçim ola bilər. Ancaq müşahidələrimə əsasən gördüm ki, bu heç də belə deyil. Və daha çox insanlar son illərdə, müasir dövrlərdə yaranan qidaların dırnaqarası deyəcəm, qida olduğundan, olmadığından xəbəri yoxdur. Və belə olan halda bizdə var idi diyetoloq və yaxud da hər hansı bir həkimliyin fərqli sahələrini bitirmiş insanlar var idi, endokrinoloq var idi. Bunlar da müəyyən bir xəstəlikləri olanlara diyet, pəhriz yazırdı. Nutrisioloq. Bəli, nutrisioloq var idi, amma sırf sağlam olarkən necə qidalanmaq lazım idi? Bununla bağlı bir araşdırma elədim və başqa ölkədə bunun təhsili olduğunu öyrəndim. Orada bu təhsili aldıqdan sonra gəldim artıq müəyyən fəaliyyətdən sonra araşdırdım ki, həqiqətən də Azərbaycan olaraq ilk sırf sağlam qidalanma mütəxəssisi olaraq bu sənətə yiyələndim və ad soyad olaraq da artıq deyərdim ki, patent olaraq da alınıb və rəsmi təsdiqlənib. Və bununla da qürur duyuram. Çünki bir Azərbaycan qadınının gələcəyimizi qorumaq üçün sağlam olarkən necə qidalanması və yetişdirdiyi övladları, eləcə də artıq ailə üzvləri və bununla yetinməyərək geniş auditoriyalarda maarifləndirmə işləri görməklə bu fəaliyyəti sevərək həyata keçirirəm. Aha. Və Mehri xanım, sizlə başlayaq indi söhbətimizi mediasiya ilə bağlı. Nədir mediasiya? Dinləyicilərimizə maraqlıdır təbii ki və biraz əvvəl də söylədim. İnsanların əksəriyyəti elə düşünür ki, mediasiya sadəcə bu ailə məsələlərini həll edir. Bir də müəyyən bu xariclə bağlı məsələləri, yəni qeydiyyatla bağlı məsələlər, amma əslində böyük işi görür.
Bəli, düzgün yanaşmadır ki, mediasiya ilk öncə qeyd edim ki, mediasiyanın daha doğrusu bu düzgün yanaşma deyil ki, sırf ailə işlərinə baxır. Mediasiya ümumiyyətlə alternativ həll yollarından biridir. Mübahisələrin alternativ həll yoludur. Yəni mediasiyada bir çox mövzuları deyərdim ki, bu mövzuların həlli mümkündür. Peşəkar mediatorlar vasitəsilə mediasiya prosesində siz mübahisələrinizin həlli yolları, mübahisələrin səbəbləri, mübahisə nədən yaranır, düzgün həll yolları, düzgün istiqamətlər verərək peşəkar vasitəçi mediator vasitəsilə mübahisələrin həlli mümkündür. Deyərdim ki, mediasiya danışıqlardır, dialoqlardır. Burada sadəcə olaraq tərəflər, mübahisə edən tərəflər peşəkar mediatorun vasitəçiliyi ilə öz mübahisələrini həll etməyə çalışırlar. Mediasiya alternativ məhkəməyə və digər həll yollarına alternativ bir vasitədir. Alternativ həll yoludur. Aha. Yəni belə deyək də, sadə bir dillə tutaq ki, məsələn biz hər hansı bir qonşumuzla bir mübahisə yaşayırıqsa və yaxud da ki, belə deyək, çox möhkəm bir dalaşma baş veribsə bizim aramızda gözlənilmədən, biz indi işimizi məhkəmədə davam etdirmək əvəzinə, yəqin ki, indi istiqaməti siz verəcəksiniz də, yəqin ki, bu zaman artıq biz məhkəmədə yox, daha yumşaq dillə desək, mediasiyada bu işi həll etməyə çalışacaq. Yəni mediasiya bu zaman, yəni bunların arasında fərqi mənə izah edin. Məhkəmə daha sərt qərarlar verir. Mediasiya nə işi görür bəs onda? Bax, belə deyək, yanaşmanı bu cür qoyaq ki, mediasiya iki tərəfin anlaşması, razılığıdır. Mediasiya hüquqi tərəflərdən başqa tərəflərin emosiyalarına, qeyri-hüquqi tərəflərə də fokuslanır. Məhkəmədə deyək ki, udan və uduzan tərəf var, amma mediasiyada uduzan tərəf yoxdur. Həm də istəmirik də, qonşudur, məsələn istəmirik, məhkəməyə kimi getsin, çıxsın bu iş. Bəli, əlbəttə ki, gəlin belə yanaşaq ki, hər bir mübahisənin bir səbəbi var, bir kökü var. Bu kökləri əslində insanlar danışaraq həll etmək mümkündür. Hər bir məsələni danışıq yolu ilə həll etmək mümkündür. Mediasiyada məhz tərəflərə bu imkanı verir ki, siz danışın, birlikdə mübahisəni həll etməyə çalışın. Amma mübahisələrin yaranma səbəblərindən baxdıqda faktorlar çoxdur. Kommunikasiya əksikliyi var, orada qərəz ola bilər, digər məsələlər, kökləri çoxdur. Və bu məsələlər danışdıqca aydın olur ki, əslində insanların mübahisəsinin səbəbi kommunikasiya əksikliyidir. Düzgün anlaşılmamaqdır və digər faktorlardır. Mediasiya bu məsələyə fokuslanır. Əslində az öncə də qeyd etdiyim kimi, mediasiya prosesi danışıqlar prosesidir. Necə deyirlər, bu söz danışıqdan keçər məsəli də vardı bizdə eldə. Bəli. Burada əsas məsələ danışmaq və sülh yolu ilə həll etməkdir mövzunu. Könüllü xarakter daşıyır əlbəttə ki. Bəli. Könüllü xarakter daşıyır. Məsələn, biz az öncə qeyd etdik ki, hansı məsələlərdə, onu da qeyd edim ki, mediasiya ailə məsələlərində olan yaranan mübahisələr, mülkü, kommersiya məsələləri və hətta əmək, işçi və işə götürən arasında yaranan bütün mübahisələr əhatə edir və bu mübahisələrin hər biri mediasiyada düzgün şəkildə həllini tapa bilər və bu mümkündür. Bu üstünlüklərdən də əlavə üstünlüklərə malikdir mediasiya. Mən deyərdim, İmkan varsa bu barədə də bəli, üstünlükləri çoxdur mediasiyanın. Üstünlüklərindən birincisi xərcləri və zamanı qeyd etmək istəyirəm. Bilirsiniz ki, indiki dövrdə zaman hər kəs üçün çox önəmlidir. Mediasiyada və xərclərdə əlbəttə ki, məhkəmə müraciətdən daha az xərclərdə başa gəlir. Əsas zamanı vurğulamaq istəyirəm burada. Hətta bəzi bizim sazişlərimiz olur ki, 1 ay müddəti var mediasiyanın, amma sizə deyim ki, 1 aydan daha az, bir gündə belə bizim tərəflərin razılaşdığı barışıqlarımız olur, məqamlarımız olur və bir gün ərzində də anlaşıb danışıq. Əlbəttə ki, burada vasitəçinin, mediatorun rolu da çox önəmlidir. O prosesi idarə edən
edən şəxsdir. Yəni mediator düzgün istiqamətləndirir, tərəfləri maraqlara fokuslandırır və tərəflər də belə olan halda artıq qərarlarını vermək, tərəf verir qərarı, mediator qərar qəbul etmir, o sadəcə vasitəçilik edir. Belə olan halda da əlbəttə ki, tərəf üçün bir gün, 2 gün ərzində də qərar vermək, məsələni həll etmək daha asan olur. Aha. O zaman mediasiya ilə bağlı və yaxud da ki, sağlam qidalanma ilə bağlı dinləyicilərimizdən suallar gəlsə, biz onu cavablandırmağa hazırıq. Həmişəki kimi 055 93 490 93-ə. Bir sual da verəcəm, sonra sağlam qidalanmaya keçid eləyirik. Ən çox son zamanlarda nə ilə bağlı sizə müraciətlər olur? Hansı mübahisələrlə bağlı? Mübahisələr hal-hazırda mən bu məqamı acı da olsa nəzərə çatdırmaq istəyirəm ki, boşanmaların sayı çoxdur və get-gedə artır. Ailə məsələləri hal-hazırda biz çalışırıq ki, ailə məsələlərini ailə institutu üzərində daha çox fokuslanmışıq. Yəni ailə institutunun daha yaxşıya doğru getməsi. Mediasiya təkcə deyərdim ki, tərəflərin anlaşıb deyək boşanma üçün müraciət edir. Bu deyil. Yəni mediasiya ailə institutunun qorunmağına yönəlir. Bizim ilk öncə bizə müraciət edən ailə institutunda belə deyək tərəflərə, boşanma üçün müraciət edən tərəflər ilk öncə onlarla danışıqlar zamanı biz barışmaq üçün yolları axtarırıq. Problemlər nədir? Nəyə görə bu gün hər iki tərəf də bu nöqtəyə gəlib çıxıb və artıq məhkəməyə müraciət etməyə çalışır. Mediasiya gəlib, mediasiya da həll etməyə çalışır. Yəni nəticədə ailə institutunda bir problem, ailə daxilində bir problem var ki, tərəflər artıq müraciət edib. Yəni çalışırıq ki, bizlə birlikdə vasitəçilik edərək mediatorla. Yəni problem nədir? Həll oluna bilərmi? Boşanmaq, nikah xitam vermək deyərdim ən son yoldur. Bu bir belə deyək də faktdır ki, siz indi iki tərəf arasında aparmırsınız bu söhbətləri. Çox təəssüf ki, Azərbaycanda daha çox belə deyək də bu işə qarışan, bu münasibətlərə də qarışan hər iki tərəfin valideynləri də olur. Yəni burada necə deyirlər, böyüyür, demək olar genişlənir yəni insanlar. Ona görə də mən düşünürəm ki, biraz çətindir işiniz. Məhsəti xanım, sizlə davam etmək istəyirəm icazənizlə. Baxın, biz sağlam qidalanmadan danışırıq. Sağlam qidalanmanın nəticəsi olaraq nəyi görürsünüz? Maddi imkanı, biliyi, yoxsa iradəni? Ümumiyyətlə deyərdim ki, sağlam qidalanma ilk olaraq, vərdiş olaraq erkən yaşlardan, hətta ana bətnindən olandan formalaşdırılmalıdır. Amma təəssüflə qeyd edəcəm ki, bugün yenə də ilk sözümü başlayanda qeyd etdiyim məsələ var idi ki, hansı ki, artıq azad bazar iqtisadiyyatının inkişafına dəstək üçün sahibkarlara çox gözəl imkan yaradılıb. Ancaq bir çox sahibkarlar heç də qida istehsal edərkən İnsanların sağlamlığını deyil, öz mənafələrini güdürlər və belə olan halda sağlam qida adı altında və yaxud da yenə qida adı altında çox zərərli bir qidalar satışa göndərilir ki, və insanların əksəriyyəti bugünkü gündəlik gərgin iş rejimi, gərgin dərs vaxtı və yollardakı tıxaclar bəzən insanların çoxu elə evdən kənarda qidalanır. Və belə olan halda artıq həm sağlamlıq da əldən gedir və sağlam qida tapmaq da çətinləşir. Amma bunu bir vərdiş halına çevirdikdə nə çox maddi vəsait tələb edir, nə də vaxt tələb edir. Sadəcə olaraq bunu vərdişə çevirmək lazımdır və düzgün şəkildə sağlam qidalanmanın nə olduğunu bilmək lazımdır. Çünki burada əsas məsələ odur ki, biz hər hansı bir xəstəliyə tutulmaqdan başqa biz dünyaya gəlmişiksə, bu dünyada yaşadığımızın fərqinə varaq, həyat enerjimiz yüksək olsun, gördüyümüz işdən zövq alaraq edək ki, burada da qidalanmanın rolu böyükdür. Və deyərdim ki, ən qısa məqamları qeyd edəcəm. 20-25 yaşa qədər insanlar daim inkişafda olduğuna görə bunlar gün ərzində 3 dəfə əsas yemək qəbul etməlidirlərsə, artıq 25-dən 30-dan yuxarı gün ərzində 2 dəfə əsas qida qəbul etsə, bu onun üçün sağlam olacaq. Sadəcə bunun içində nədir? Karbohidratlardır, faydalı karbohidratdan gəlməlidir. Yağlardır, faydalı, mənşəyi bəlli olan yağlardan. Zülal mənşəli qidalar qəbul edəcəksə, bu da bir-birini balanslı şəkildə təmin edəcək olmalıdır. Və bu şəkildə qəbul etdikdən sonra, təbii ki, bir nömrəli şəkildə də rəf ömrü uzun olan paketlənmiş qidalardan uzaq durmaq ən önəmli məsələlərdən biridir. Çünki bir çox hallarda bugün hər kəs yenə də üst tutur, daha rahat, asan daşına bilən olsun və yaxud daha ucuz olsun deyə həmin qidalara üst tuturlar ki, bu da birbaşa olaraq deyərdim qida deyil, bütün sağlamlığı, daxili orqanların funksiyasını məhv edir.
Aha. Və gənclərdə, erkən yeniyetmə yaşlarında bu kimi qidalardan istifadə edən insanlarda artıq gələcəkdə xəstəliklə yanaşı, həm də nəsil vermə qabiliyyətinin aşağı düşməsi və onlardan doğulan uşaqların xəstəlikli dünyaya gəlməsidir ki, bu gün artıq əvvəllər biz deyirik, tutaq ki, hər hansı bir qidanın tərkibində xərçəng yaradan maddə var. Bəzən bunu qulaq ardına vururlar, diqqətə almırlar. Əvvəllər bizdə onkologiya xəstəxanası böyük bir bina idi, sadəcə böyüklər üçün. Bugün onun yanında bir bina əlavə də tikilib və orada artıq azyaşlılar orada bu xəstəlikdən əziyyət çəkir. Bütün bunların hamısı həm onların, həm valideynlərinin qidalandığı qidalardır. Eyni zamanda sadəcə qida deyil, sağlam həyat tərzi deyiriksə biz, burada bizi əhatə edən insanlar, bizim ünsiyyətdə olduğumuz insanlar, ətraf mühit, ekologiya və fiziki aktivliyimiz də ən önəmli məsələlərdəndir. Aydındır. Çox ciddi məsələdir. Əslində sağlam qidalanmadan hər şey başlayır. Baxın, İnsanlar elə düşünür ki, sağlam qidalanmaya tutaq ki, bugün deyirik ki, keçid etmək lazımdır. Elan elədik, düzdür, sağlam təhsil proqramında buna elan elədik. Sanki elə bir ki, Mehri xanım, Məhsədə xanım, sanki insanlara elə gəlir ki, bütün dadlı yeməklərdən onlar uzaqlaşacaqlar, bu dadlı yeməklərdən uzaq duracaqlar və onlar qəti şəkildə bu qidalardan istifadə eləməyəcəklər. Dadsız olacaq, duzsuz olacaq, hətta yağsız olacaq. Yəni insanlarda belə fikir formalaşır. İndi mən sizdən soruşmaq istəyirəm, həqiqətən də sağlam qidalanmaq bu dadla vidalaşmaqdır, yoxsa burada ağıllı seçim etmək lazımdır? Qətiyyən belə deyil. O qədər gözəl qeyd etdiniz ki, hətta bir çox məclislərdə belə bəzən məndən soruşurlar. Siz indi şirniyyat heç yemirsiniz? Yəni xəngəl heç yemirsiniz? Deyirəm, niyə yemirəm? Elə qəşəng də yeyirəm. Qabınıza, boş qabınıza da baxırlar. Bəli. Hətta hansı qidanı götürürəm, ona belə diqqət edirlər. Amma qeyd etmək istəyirəm ki, Azərbaycan olaraq həm milli mətbəximiz çox gözəldir, zəngindir və hər mövsümdə əlimiz çatan meyvə tərəvəzimiz, çərəzlərimiz var. Və düşünün ki, bunlardan hazırlanan qidalar da çox ləzzətli və gözəl, ağız dadımıza da uyğundur. Yenə də ondan düzgün şəkildə, düzgün miqdarda və hansı saatda qəbul edəcəyik? Bu məqamlara diqqət etmək lazımdır. Tutaq ki, əgər biz şirniyyat qəbul ediriksə və yaxud yağdan qətiyyən imtina etmək olmaz. Amma genetik olaraq biz öyrəşmişik ki, kərə yağını qəbul etməliyiksə, tutaq ki, gün ərzində 25 qram kərə yağı yetərlidir. Yəni bunu keyfiyyətli, mənşəyi bəlli olan almaq istəyirlərsə yenə də var. Bəzən deyirlər ki, bahadır. Amma düşünün ki, gün ərzində 25 qram işlədəcəksə, bunu keyfiyyətlidən işlətsə daha yaxşı olar. Eləcə də fərqli növdə qidalar hazırlamaq olar. Milli mətbəximizin bütün bəzən olur ki, fərqli şəkildə yenə də çıxışlar olur ki, milli mətbəximiz tamamilə zərərlidir və yaxud artıq kalorilidir, yağlıdır. Heç də belə deyil. Hər mövsümə uyğun o qədər gözəl qidalar var ki. Yaxşı, bir sual verəcəm. Bəli. Günə bugün hansı sağlam yeməklə başlamısınız? Günə bugün yumurta soyutma şəkildə qəbul etmişəm və bir dilim ağ pendir, az duzlu pendirlə və çərəzlərdən də qozla badamı qəbul etmişəm. Səhər təbii ki, ən birinci su ilə başlamışdım və bir stəkan da çay içib gəlmişəm. Bax belə. Siz, Mehri xanım? Əslində mən də sağlam qidalanmağa meyl edirəm və bacardığım qədər qidalanıram. Mən isə ağ çörək istifadə etmirəm, bilmirəm nə dərəcədə düzgündür, uzağam. Kəpəkli çörəklə və süzmə ilə günə başlamışam. Bir stəkanda rəngsiz çay. Aydındır. Yəni bu sağlam qidalanma adlana bilər. Gün ərzində bəli, enerji verəcək şəkildədir və hamısı keyfiyyətlidir. Mənşəyi bəlli olandırsa, onlar hətta ağ çörəkdən imtina etdiyini bildirir. Bugün bir çox çörəklər var ki, təbii ki, onlar o qədər süni mayadan, dadlandırıcı və yaxud konservantlardan, nişastadan istifadə olunur ki, bunlar zərər verə bilər. Amma faydalı çörəkdirsə ağ, ondan da istifadə edə bilərsiniz. Səhər bir dilim. Biz sizi birazdan qəhvəyə qonaq eləyəcəyik. Bilmirik aranız necədir, amma hər halda deyirlər ki, insanın yorğunluğunu da ümumiyyətlə aradan qaldırmağa, əhvalını da dəyişməyə demək olar ki, xidmət eləyir. Birazdan qayıdacağıq söhbətimizə. Xatırladıram ki, bugün 2 qonağımız var. Mediasiya sahəsindən və təbii ki, qidalanma ilə bağlı mütəxəssis. Gəlin onlara təqdimatını daha qəşəng edim. Mediasiya Şurasının üzvü, 19 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas, mediator Mehri Rzayeva bugün sağlam təhsildədir və digər qonağımız Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Azərbaycan
Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi Məhsəd Hüseynova sağlam təhsildədir. Suallarınız varsa göndərin gəlsin 055 93 490 93-ə. Və Bakı Biznes Universitetində bilirsiniz ki, keçiriləcək World Karyer və Peşə Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfə bu forum keçiriləcək. Bu dəfə forumun adı Təhsildə Kreativsən adlanır. May ayının 3-də təşkil olunacaq. 14 spikerin təqdimatında təhsilin müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. İstəyərdim elə Mehri xanım, siz də Məsəd xanım diqqətinizi yönəldəsiniz. Çünki bu forum həqiqətən də bir çox mövzuları əhatə eləyəcək. Disleksiya ilə bağlı olsun, qeyri-formal təhsillə bağlı olsun, xaricdə təhsillə bağlı olsun, emosional zəka ilə bağlı olsun, ixtisas seçimi, fərdi bilik və bacarıqların aşkarlanması, imtahan stresi ilə bağlı olsun. Yəni bundan əlavə də digər mövzular da olacaq ki, orada müzakirə olunacaq. Ən əsası burada aktual mövzular işıqlandırılacaq və biletləri tövsiyə eləyərdim ki, əldə etməyə tələsəsiz. Forumda artıq bilirsiniz ki, yerlər də məhdudlaşır. Az qalıb çünki vaxta 055 674 72 30 WhatsApp nömrəsinə yazacaqsınız. 055 674 72 30 və forumdan biletləri əldə etmək üçün həm yazıb, həm də məlumat əldə edə bilərsiniz. Bax belə, hər kəs sizi dəvət edirik və sizə Mehri xanım müraciət etmək istəyirəm. Əslində həmişə deyirlər ki, mediasiya zamanı tərəflər mütləq razılığa gəlməlidir. Bu belə olmalıdır, yoxsa başqa cür də ola bilər? Gəlin belə deyək, əslində mediatorun burada rolu tərəflərin bir-birini anlamağa çalışması və düzgün istiqamətdə getməsi və maraqlarını müəyyən etməsinə kömək etməkdir. Belə olan halda əlbəttə ki, danışıqlar çox önəmlidir. Tərəflər danışaraq böyük ehtimalla çox zaman bir həll yolu tapırlar və bu həll yolunu nəyə uyğun tapırlar? Öz mənafələrinə uyğun tapırlar. Və digər məsələ isə mediasiya könüllü bir prosesdir. Məcbur olaraq mediasiyada tərəflərin məcbur saziş bağlamağı mümkün deyil. Yəni mediasiyaya tərəflər könüllü olaraq daxil olurlar və istənilən mərhələdə də tərəflər öz qərarlarını verərək barışıq sazişi də bağlaya bilirlər və eyni zamanda mediasiyaya xitam verib gedə bilərlər mediasiyadan. Amma ki, mediasiya belə deyərdim, belə bir institutdur ki, orada məğlub yoxdur və artıq tərəflər mediatora olan inamı, mediatorun qərəzsizliyi və müstəqilliyi burada çox rol oynayır. Bunu gördükdə tərəflər və mən öz şahidliyimlə bunu deyə bilərəm ki, artıq 2 ilə yaxındır mediatoram və çox deyərdim ki, hər bir mübahisə tərəflərinə də xoş olur ki, təsəvvür edin ki, sizin bir mübahisəniz var. Siz bu mübahisəni özünüz həll edirsiniz və sizin maraqlarınız da burada rol oynayır və razı olacaq şəkildə də bir saziş bağlayırsınız. Mediator hansı xüsusiyyətlərə malik olmalıdır? Baxın, mediatorun belə deyərdim, mediator əslində hüquqşünas və yaxud ixtisasının bir o qədər də önəmi yoxdur. Hüquqşünas olan bizim psixoloqlarımız, pedaqoqlarımız var mediasiya sahəsində. Burada əsas mediatora əsas xüsusiyyəti mediatorun psixoloji biliklərinin olmağıdır. Psixoloq olmağa məcbur deyil mediator. Amma burada bəzi xüsusiyyətlər var ki, tərəflərə empatiya qurmaq, tərəfləri anlamaq, tərəflərin dəyərlərini başa düşmək, onları anlamaq və onları dinləmək, tərəflərə şərait yaratmaq. Yəni mediasiya prosesini düzgün idarə etmək çox böyük rol oynayır. Yəni hər bir tərəf düzgün şəkildə özünü ifadə etsin, heç bir ayrı seçkilik olmadan tərəflər müəyyən müddətlərdə danışa bilsin, heç bir tərəf digərindən üstün olmasın, güc göstəriş olmasın, balans qorunsun. Əlbəttə ki, mediasiyanın prinsipləri var və bu prinsiplərdə hər bir mediator ciddi şəkildə buna əməl edir. Bu isə mediasiya prosesinin uğurlu olmağına gətirib çıxarır. Niyə bəzən tərəddüd edirlər elə bil ki, mediatora müraciət etməyə? Mən düşünürəm ki, yəqin ki, mediasiyanın tam olaraq nə olduğunu anladıqda heç kəs belə deyim də mübahisəsi olan tərəf tərəddüd etməyəcək. Bəlkə bu məlumatsızlıqdan irəli gəlir? Bəli, ola bilər. Mən düşünürəm ki, məlumatsızlıqdandır. Yəni təcrübədə də görünür ki, bizə gələn izah etdikdə onlar çox yaxşı qarşılayırlar. Bəli, biz həll etmək istəyirik. Amma hal-hazırda deyərdim
istərdim ki, bizim mediatorlarımız, şuranın üzvləri də media sahəsində çox yaxşı işlər görülür və cəmiyyətin maariflənməsində yaxşı işlər görülür. Bu da çox önəmlidir. Düşünürəm ki, yəni iş məhkəməyə getmədən artıq həll eləyə bilirsiniz. Və dünyada da çox populyardır mediasiya. Bu danışıqlar, yəni artıq sülh prosesi. Mən həmişə mediasiya sülh adlandırıram. Dünya üçün də, insanlıq üçün də. Məsələn, xam sağlam qidadan danışdı. Sağlam qida ilə yanaşı sağlam ruh da önəmlidir. İnsanların psixoloji durumu, insanların stressdən, məhkəmə stresindən, çəkişmədən, qərəzdən uzaq olmağı onların sağlamlığına da bir növ yaxşı təsir göstərir. Və mediasiyada təbii ki, razılığa gələn tərəflərin arasında bu sonradan onların məhkəmədəki çəkişmələrini, deyək, məhkəmə birinci prosesdə oldu. İkincidə apellyasiya şikayəti bu revanş hisslərini aradan qaldırır. Tərəfləri bir növ danışığa, sülhə istiqamətləndirir, təşviq edir, bəli. Sizlə necə əlaqə saxlasınlar? Tutaq ki, hər hansı bir yüngül də olsa bir mübahisə yaşanıbsa, ciddiyə getmədən necə əlaqə saxlayıb bu məsələni həll eləmək olar? Bizim təşkilat vasitəsilə müraciət edə bilirlər vətəndaşlar. Mediasiya şurasında təşkilatların və mediatorların reyestri var. Daxil olaraq necə gedir bu sayı? 19 sayılı mediasiya təşkilatı mediasiya şurasının daxil olaraq saytından təşkilatların reyestrindən və mediatorların reyestrindən bizi seçə bilərlər. Əla. Dinləyicimizin sualı gəlib sizə Mehri xanım. 3644 deyir ki, salam, mediatorun işi necə olmalıdır və bu iş necə qərarlaşmalıdır? Yəni yekun nəticə olaraq soruşur da yəqin ki, mediatorun işi ondan ibarətdir ki, mediator sadəcə tərəflərə, az öncə də qeyd etdiyim kimi, vasitəçilik edir. Mediator ilk öncə prosesdə tərəflər gəldikdə onlara hüquqlarını izah edir, tərəflərin hüquqlarını, öz hüquqlarını. Bir yanlış anlaşılma var, ona aydınlıq gətirmək istəyirəm. Bəzən bizə gəlirlər və deyirlər ki, siz düzgün qərar verin. Biz də onlara izah etməyə çalışırıq və buradan da elə bildirmək istəyirəm ki, mediator qərar vermir və mediasiya qərar verən orqan deyil. Yəni qərarı tərəflər özləri verir. Baxın, mediasiyanın üstünlüyünü soruşdunuz az öncə. Mən deyərdim ki, mediasiyanın elə ən böyük üstünlüyü odur ki, siz öz məsələnizi, öz probleminizi özünüz həll və qərarı özünüz verirsiniz. Bundan daha gözəl nə ola bilər? Yəni siz düşünmədən ki, nə olacaq qərar, mən nə qədər udacağam, uduzacağam, belə sadə dildə desək. Amma ki, burada artıq sizin öz əlinizdədir. Nə yazacağınız sizin öz əlinizdədir. Aydındır. Suallar gəlsə cavablayarıq birazdan yenə də. İndi istəyirəm Məhsəti xanımla söhbətimizi davam etdirək. Ən çox uşaqlarımızla bağlı narahatlıq yaşayırıq ki, qidalanmalarına diqqət edək. Ümumiyyətlə, bayaqları Mehri xanım söylədi ki, insanların belə deyək, əhvalına təsir göstərir qidalanma. Bəli, mən də buna razıyam. Müəyyən bir hormonal qidalar olsunlar. Hamısı insanın bütün orqanizminə demək olar ki, hakim bəzən kəsilə bilir və dəyişikliklər yarada bilir. Təklif kimi, məsələn, olubmu ki, məktəblərdə sağlam qidalanma ilə bağlı bir dərsin olmasını irəli sürəsiz bir mütəxəssis kimi ki, bəlkə bu uşaqlarda qida vərdişləri dəyişə. Bəli, bu fast foodlardan biraz uzaq olsunlar. Bəli, biz artıq qida təhlükəsizliyi hərəkatını 2016-cı ildə qurduq, amma ona qədər fəaliyyət göstərirdik. Həmin hərəkatın əsas fəaliyyət istiqaməti məhz məktəblərdə və universitetlərdə maarifləndirmə təlimlərinin keçirilməsi, eləcə də bir çox məktəblərdə sağlam qidalanma ilə bağlı maarifləndirmə güşəsi yaratmışıq ki, orada müəyyən posterlərin asılması və yaxud da hər bir yaşa uyğun anlayacaq şəkildə fast food qidalar nəyə görə ziyandır? Əslində fast food qida dediyimiz bəzən hamburgerdə tutaq ki, amma onun içində mənşəyi bəlli olmayan bir ətdən, souslardan, dadlandırıcı olaraq kimyəvilərdən istifadə olunubsa, bunun zərərləri nədir? Alternativ olaraq yenə də bildiyimiz bizim həmin ətin yerinə keyfiyyətli mənşəyi bəlli olan ətdən bir kotletin hazırlanması, yanında yenə mövsümi tərəvəzlərdən istifadə olunması, yenə də onu çörək arası qəbul etməsi daha faydalıdır. Nəinki mənşəyi bəlli olmayan və uzun müddət əvvəldən hazırlanmış yarım fabrikat qidalar. Eyni zamanda da biz artıq bugün hərəkət olaraq bütün yaşlara çata bilmək üçün sosial şəbəkənin bütün demək olar ki, hamısında bizim səhifələrimiz var və hər bir dildən, hər bir yaşdan anlayacaq şəkildə orada maarifləndirməni edirik. Və hətta bir çox hallarda
gənclərin daha çox istifadə etdiyi TikTok platformasında da bizim səhifəmiz var ki, ən çox geri dönüş deyərdim oradandır ki, artıq neçə yeniyetmə məktəbli qazlı rəngli içkilərin zərərlərini bildikdən sonra ondan bir dəfəlik imtina edib və bu mesajlarla bizə geri dönüşlər edirlər. Və ötən illərdə apardığımız maarifləndirmə tədbirlərinin nəticəsini də bildirəcəm. Çünki bir çox hallarda əvvəllər məktəb bufetləri məktəbin nəzdində fəaliyyət göstərsə də məktəb ora nəzarət edə bilirdi. Amma son illərdə artıq həmin bufet sahəsi hər hansı bir sahibkara icarəyə verilirdi və o istədiyi məhsulları orada satırdı. Təbii ki, həm məktəblinin ala bilməsi üçün də daha ucuz məhsullar satılırdı ki, artıq bu məhsulların həm zərəri, həm onların sağlamlığına vurduğu zərər daha çox idi. Amma birbaşa olaraq ora müdaxilə olunması təbii ki, o zamanda mümkün deyildi. Ancaq biz məktəbliləri maarifləndirərək, tutaq ki, deyirdilər ki, bəzilər bizim məktəbdə ümumiyyətlə sadə su satılmır. Biz də deyirdik ki, siz hər gün gedib oradan sadə su istəsəniz ki, var, o artıq o tələbi görəcək, növbəti gündən suyun satışını həyata keçirəcək və Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi bəzən keçirir bu monitorinqları. Bəli. İndi onunla bağlı da qeyd edərəm fikirlərimi və 47 məktəbdə satılan məhsulların dəyişdirilməsinə nail olduq ki, bunu məhz maarifləndirmə ilə əldə etdik. Və eləcə də bir çox hallarda ötən illərdə regionlarda da yenə məktəblərdə kütləvi zəhərlənmə baş vermişdi. Və belə olan halda təbii ki, aidiyyatı üzrə qurum Qida Təhlükəsizliyi Agentliyi artıq monitorinqləri keçirdi və monitorinqlərin nəticəsi çox acınacaqlı idi. Çünki 175 məktəbdə aparılan monitorinqin nəticəsinə görə 174 məktəbdə uyğunsuzluq halları var idi. Yalnız bir məktəb Ağcabədidə hər şey qaydasındaydı və bu ölkə üzrə çox acınacaqlı vəziyyət olmaqla yanaşı, hətta bizim gələcəyimizin nə qədər təhlükə altında olduğunu göstərirdi. Ancaq bu monitorinqlər və qeyd etdiyim biz 2016-dan artıq apardığımız maarifləndirmə tədbirləri deyərdim ki, artıq sahibkarları da daha məsuliyyətli olmağa təşviq edir. Onlar istər satdıqları məhsulda, istər orada sanitar gigiyena qaydalarına əməl olunması, bir çox məktəb bufetlərində satıcının üstündə geyimi öz geyimi idi və yaxud da hər hansı bir xalatdan, bonedən istifadə etmirdi. Pulu aldığı əllə də açıq şəkildə buterbrodu uşaqlara təklif eləyirdi ki, bu sahədə də maarifləndirməyimiz deyərdim ki, bir çox məktəblərdə bu qaydaların dəyişməsinə gətirib çıxardı. Bunların aradan qaldırılması üçün hamımız çalışmalıyıq. Mən bildiyim qədərilə hətta bəzi məktəblərdə siz söylədiniz Ağcabədi, sadəcə Ağcabədidə nöqsanlar aşkarlanmayıb. Həqiqətən də bu bir belə deyək də heç də yaxşı bir hal deyil ki. Bir məktəbdə, yəni bu da region məktəbində yaxşı hal kimi, ancaq yəni qanuna uyğun o idi. Amma aparılan, yəni bütün məktəblərdə yox, 175 məktəbdə aparılmışdı. 174-ündə problemin olması bu demək olar ki, 100%-i əhatə edir. Bəli. Soslardır, mayonezlərdir, bildiyim qədərilə bunlara icazə verilməlidir. Bəli, kalbasa, sosis məhsullarıdır ki, bunlar yüksək risk qrupuna aid olan məhsullardır, soyuducuda saxlanılmalıdır. Ancaq çörək arası o otaq, mətbəx temperaturunda bəzən saatlarla qalır, bəzən satılmır, növbəti gün təklif olunur və bunların hər biri artıq bir təhlükəli zəhərlənmə ilə özünü göstərməsə də maddələr mübadiləsinin pozulması, həzm sisteminin pozulması, bağırsaq mikroflorasının pozulması ilə sağlamlığa ciddi zərər vurur. Bax, burada bir məqama gəlin toxunaq da. İndi biz çıxış yolunu bəzən indi axtarırıq, araşdırırıq. Bu proqram da elə onun üçündür ki, biraz da maarifləndirək insanları. Valideynlərin özləri də müəyyən bir ev şəraitində nəsə bir hazırlayıb uşağın çantasına qoya bilər, düzdür? Bəli. İndi valideynlərin bəziləri mən yəni hər iki tərəfdən belə deyək də fikirləri sanki oxuyuram da, deyə bilərlər ki, biz qoyuruq. Bu yeməkləri qoyuruq. Amma uşağın hər zaman nəzarəti, yəni bizim əlimizdə olmur da. Uşağı hazırlanan buterbrodlar və yaxud da ki, siz söylərsiniz, hamburgerlər olsun və yaxud digər məsələn şaurmalar, digər yəni ümumiyyətlə bu fast foodlar olsun, onlar daha çox sanki cəlb eləyir. Bəli. Və yaxud şirələrin özü daha çox cəlb. Siz adi söz deyir. Hansı uşaq bu dəqiqə hər hansı bir bufetə gedib yaxınlaşır və yaxud hər hansı bir marketə gedib sadəcə adi su istəyəcək. Əksəriyyəti bu dəqiqə çox az sayda olacaq. Amma əsas odur ki, üzr istəyirəm, sözünüzü kəsdim. Buyurun. Əsas odur ki, artıq fərqindəlik yaranıb və çox gözəl qeyd etdiniz ki, valideynlərin də məktəbli çantası hazırlaması ilə bağlı bizim ötən il böyük bir layihəmiz oldu. Sağlam məktəbli çantası valideynlə uşaq birlikdə hazırlayır. Hətta sosial çarx da bunun üçün yayımlandı.
və deyərdim ki, 6, 7, hətta 8-ci sinifə qədər dediklərinizi eləmək bir qədər asan olur. Çünki o zamanda uşaqlar həm daha çox itaətkar deməzdim də, daha çox böyüyü dinləyirlər, amma 9, 10, 11-ci siniflərdə artıq bu demək olar ki, nəzarətdən qaçır və yaxud da hələ əgər çantasında olsa belə, ətrafında dostları, yaxınları gedib başqa qidanı alanda bu da istər-istəməz alır. Amma ən önəmli məsələ nədir? Biz onu mütləq şəkildə o ilkin vaxtlarda orqanizmin formalaşdığı vaxtında ki, bizim əlimizdədir, valideynlərin əlindədir. Burada diqqətli olmaq lazımdır və müəyyən vərdiş yarandıqdan sonra və orqanizm artıq sağlam qidalara öyrəşdikdən sonra qeyri-sağlam qidanı istəmir. Bir misal istəyərdim deyim ki, tutaq ki, bir çox insanlar var bugün çipsini qəbul edir, fərqi yoxdur hansı markadır, çəkməyəcəm. Amma onu qəbul etməyən insan paketin ağzı açılanda elə ürəyi bulanır onun iyindən. Amma qəbul edən insan isə dadı iyi nədirsə fərqində olmadan o dadın ağzında bitməsini istəmir. Burada sadəcə istifadə olunan qida hiləsidir. Onun tərkibində istifadə olunan süni, sintetik mənşəli monosodium glutamat, hansı ki, narkotikdən daha çox asıllıq yaradan maddələr var. Ona görə daha çox qidanı istəyir. Məsədi xanım, qəşəng qablaşdırmada, rəngli qablaşdırmada bu rəflərə quraşdırılır. Hamısı qeyd diqqət cəlb eləsin. Yeri gəlmişkən reklamlarımız olacaq, amma hər kəsə sual vermək istəyirəm. Supermarketə daxil olursunuz. 5 sağlam qida seçmək sizdən istənilir. Nəyi seçərdiniz? Birinci növbədə yenə də su, bildiyim hansı sulardan istifadə edirəm o. Daha sonra yerli, mövsümü meyvə tərəvəzlərdən varsa onlardan götürürəm. Daha sonra yenə də mütləq şəkildə karbohidrat paxlalılardan seçəcəm. Yenə zövqə görə, mənşəyinə görə. Süd məhsullarından mütləq ev üsulu hazırlanan və ev üsulu biz bəzən deyirik, amma bugün marketlərimizdə bir çox markalar var ki, onlar da ev üsulu qatıq və yaxud süd məhsullarından pendir, kefir, ayran, bunlardan da seçə bilərik. Məncə 5 oldu, yoxsa var hələ? Biri qaldı. Yağlardan bir də keyfiyyətli kərə yağı və yaxud da zeytun yağı. Bu ikisindən birini seçə bilərik. Və siz Mehri xanım getmisiniz marketə. 5 qidanı seçməyə tələb olunur. İlk öncə su, təbii ki su götürərdim. Mən çörək qəbul etmədiyimə görə əlbəttə ki, onu əvəz edən hər hansı bir karbohidrat götürərdim. Bu kəpəkli çörək olardı. Süd məhsulları götürərdim. Pendir və yaxud az yağlı digər pendir. 3 oldu. İkisini də seçə bilərik. Yadınıza düşsə deyərsiniz, yaxşı, amma indi Məhsəti xanımdan soruşmaq istəyirəm də bu işin içindədir deyə. Reklamlar özü sağlam olmayan qidaları almağa təşviq edirmi? Bəli, ən böyük bəlamız sadəcə Azərbaycan deyil, dünyanın da bu istər qidalarda, istər də zərərli vərdişlərdə onlara ayrılan, reklama ayrılan maddi vəsait, maliyyə vəsaiti o qədər çoxdur ki və hər yerdə bizim qarşımıza çıxır. İstər gəzinti yerlərində, istər əyləncə yerlərində, istər nəqliyyat vasitəsi kimi istifadə etdiyimiz yerlərdə və bir mənalı şəkildə təşviq edir. Bəli. Və Mehri xanım, insanlar səmimi şəkildə üzr istəyə bilməyəndə sizcə mediasiya bunu əvəz edə bilərmi? Səmimi şəkildə üzr istəmək, belə deyim, bunlar artıq psixoloji tərəfləridir və mediasiyada az öncə də qeyd etdiyim kimi mediatorlar eyni zamanda da psixoloji biliklərə malikdirlər və xüsusi biliklər aldığımız dərslərdəki bu akademiyada təlimlərdən keçmişik. Orada bizə öyrədilən mediatora aid xüsusiyyətlərdən istifadə edərək, təhsildən istifadə edərək, az öncə də qeyd etdiyim kimi, əlbəttə ki, mediator çalışır ki, tərəfləri bir-biri ilə anlaşmada kömək etsin, vasitəçilik etsin. Belə deyək, əgər tərəflər anlaşırsa, burada səmimi münasibət yaranırsa, əlbəttə ki, tərəflər başa düşəndə ki, artıq mübahisə, münaqişənin heç kəsə faydası yoxdur. Xüsusilə ailə məsələlərində uşaqların mənafeyini düşünən valideynlər və yaxud iş ortaqları, partnyorlar, gələcək əlaqələrini düşünən partnyorlar, onlar düzgün qərar verirlər və həqiqətən də bir-birindən üzr istəmək, bir-birindən əlaqə qurmaq, gələcək münasibətləri yoluna qoymaq onlar üçün daha rahat olur. Niyə mediasiyanı seçməliyik?
mediasiya ona görə seçməliyik ki, mediasiya bizi danışıqlara sövq edir, bizim düzgün maraqlarımıza fokuslandırır və düzgün qərar vermək, gələcəkdə münaqişələrin qarşısını almağa kömək edir. Aha, və Məsəti xanım, sizinlə də danışaq. Sizcə ailədə sağlam qidalanmanı kim formalaşdırır, ana yoxsa ata? Hər ikisi bir yerdə və formalaşdırmaqla yanaşı nümunə də olmalıdır. Əgər övladına hər hansı bir qida zərərlidir, onu yeməyib deyib özü yeyirsə, bu artıq deyərdim ki, sağlam qidalanmanın formalaşmasına birinci zərbədir. Ona görə mütləq ikisi də eyni sağlam qidalanmanı təbliğ edərək həm də özləri də buna əməl etməlidir. Ümumiyyətlə bir neçə sual da var. İstəyərdim onları çox qısa-qısa cavablandıraq. Hansı ki, bəzən bu mif, bəzən də doğru ola bilir. Yəni biz onların indi bu günləri ya həqiqəti üzə çıxarmalıyıq, ya da mif olduğu həkimdə qalmalıdır. Sizcə axşam saat 6-dan sonra yemək kökəldir insanı? Ümumiyyətlə hər insanın barmaq izi fərqli olduğuna görə qidalanma rejimi də fərqli olmalıdır. Meyvə şirəsi içmək meyvənin özünü yeməklə eynidir? Meyvəyə görə dəyişir və hansı yaşda bu insan bunu qəbul edəcək və xroniki xəstəliyi varmı, yoxmu, o da önəmlidir. Çörək yeməyi arıqlamağa mane olur? Faydalı çörəkdirsə yeyə bilərlər. Heç bir qida tək başına nə kökəldir, nə arıqladır. Bütün diyetlər effekt verir? Xeyr, qətiyyən hər bir insan yenə də fərdi şəkildə öz qida rejimini qurmalıdır. Sonda məsləhətiniz varsa dinləyicilərimizə sağlam qidalanma ilə bağlı və yaxud siz Mehri xanım mediasiya ilə bağlı fikirlərinizi deyə bilərsiniz. Sağlam qidalanma ilə bağlı onu qeyd etmək istərdim ki, həyat gözəldir, yaşamaq gözəldir və dünyaya gəliblərsə bunu sağlam şəkildə yaşasalar bu daha gözəl olur. Əks halda əgər hər hansı bir xəstəlik problemi, sağlamlıq problemləri yaşaya bilərlərsə, bu zaman dünyanın heç bir nemətindən zövq almayacaqlar. Siz? Sağlam qida ilə yanaşı insanın psixologiyasının da rahat olmağı, ruhunun da sağlam olmağı önəmlidir və bunun üçün nə etmək lazımdır? Münaqişələrdən, stressdən, mübahisələrdən uzaq olmaq lazımdır. Bunun üçün isə mediasiyaya müraciət edərək danışıqlar yolu ilə, sülh yolu ilə mübahisələrinizi həll edə bilərsiniz. Təşəkkür edirik gəldiyinizə görə. Çox maraqlı bir söhbət idi. Bəli, proqramımız yekunlaşır. Hətta bu həftəlik belə sağlam təhsilə burada son qoyuruq, amma inşallah həftənin bazar ertəsində bir daha eşidiləcək maraqlı qonaqlarla yenə də tanışlığımız olacaq. Biz təbii ki, yenidən görüşənə qədər hər birinizə zehninizin açıq olmasını diləyirəm. Ən əsas salamat olun, təhsildən də amma arzulayıram ki, heç vaxt uzaq qalmayın. Çünki maariflənmək, ümumiyyətlə təhsillə bağlı hər hansı bir məlumat öyrənmək, hər dəfə yeni bir nəsə əldə etmək, kəşf etmək, bu sizin özünüzün inkişafına bir növ yönələn bir üsuldur. Çox sağ olun ki, varsınız. Sağ olun.